Allah razı olsun. Hamımız bu ifadəni dillər əzbərinə çevirmişik. Lakin Allah qalsın bir yana, nə özümüzü, nə yaradılışı, nə də təbiəti razı salmırıq. İstənilən kəşf, istənilən ixtira, istənilən hərəkət və əməl təbiət yönümlü olmalıdır. Məsələn, plastik, polietilen məhsullar və s. bu kimi təbiətə zidd ixtiralar və kəşflər həm bəşəriyyət üçün, həm təbiət üçün atom bombasından da təhlükəlidir. Keçmiş zamanlarda bütün məhsullar, istər paltar olsun, istər qablar olsun, bütün bu məhsulların xam malı təbii olardı. Və istifadə edəndən sonra da təbiət tərəfindən təbii şəkildə və təhlükəsiz şəkildə utilizasiya olurdu. Yəni, torpaqda çürüyüb gedirdi. Təbiət özünə aid olan şeyi tanıyır və bilir. Onu necə əmələ gətirmişdirsə, onu o cürdə məhv eləyə bilirdi. Yəni, torpağa qarışırdı. Çünki təbiət özünə aid maddəni tanıyır, özünü tanıyır. Lakin nə plastiki, nə digər kimyəvi ağır maddələri tanımır. Eyni şey də bizim orqanizmimizə aiddir. Yəni, bizim orqanizmimiz sintetik vitaminləri, dərmanları, kimyəvi maddələri tanımır. Bu cür maddələrin tətbiqi, kəşfi və ixtirası da gətirib nələrə çıxartdığı göz qabağındadır. Qanımızda, ağciyərlərimizdə nanoplastikləri aşkarlayanda təəccüblənməyin. Gələcəkdə artıq qanımızda şəkərin və yaxud da ki, hansısa digər maddələrin ölçüsünə deyil, plastikin nisbətinə baxılacaq. Onun nisbəti ölçüləcək. Bizim orqanizm istər plastik olsun, istər digər kimyəvi maddələri tanımır. Buna baxmayaraq biz onları ovuc-ovuc alırıq, qəbul edirik və faydasını da görmürük. Üstəlik bundan sonra orqanizm bir də zaman və enerji xərcləməlidir ki, bunlardan təmizlənsin. Və bu kimi şeylərə bizim pulumuz da gedir, zamanımız da gedir, enerjimiz də gedir. Bu mənada qədimdə tətbiq olunan istər tibbi üsullar olsun, istər digər şeylər olsun, həmişə təbiət yönümlü olub. Və bizim təqdim elədiyimiz üsullar da, texnikalar da bu cürdür. Yəni, bir dəfə biri hətta bizə yazmışdı ki, sizin bu can sağlığı paketində, nə bilim, hansı dağın, hansısa yerində bitən filan bitki və yaxud da ki, nə bilim, quş südü kimi maddələrə istiqamət verilmir ki, mən də demişdim ki, bizim can sağlığı paketində ən bahalı şey zəncəfildir. Ən belə tapılmayan və nadir hesab olunan bir şey varsa, o da zəncəfildir. Digər məsələlər isə hər yerdə olan, üzdə olan və çox rahatlıqla tapılan və qiyməti də münasib olan şeylərdir. Və buna bariz nümunə də mumdur, mum şamıdır. Yəni, təbii enerjini tam şəkildə əvəz eləyən bir maddədir. Yəni, qədimdə bizim ləmpələr də, işıqlandırma şeyləri də təbii məhsullardan alınardı. Ya heyvan yağından olardı, heyvan piyindən olardı və yaxud da ki, elə təbii şəkildə arı mumundan alınmış şamlar olardı. Və bu gün ərzində enerjisini xərcləyən insanlara təbii şəkildə yardım göstərərdi. Biz bugün də təqdim elədiyimiz bilgilərdə yalnız və yalnız təbiət yönümlü üsullar və maddələr təqdim edirik. Bizim can sağlığı paketində təqdim olunan üsulların yeganə əks təsiri enerji bərpa olunmasından sonra üzə çıxan simptomlardır. Əgər sizdə hansısa bir xəstəliklə bağlı simptom üzə çıxırsa, bu o deməkdir ki, artıq sizin bədəninizdə o xəstəliyi bərpa eləmək üçün yetərli qədər enerji toplanmışdır və orqanizm o xəstəliyi aradan qaldırmaqdan ötürü hazırdır. İmkan verin, orqanizm öz işini görsün. Biz ona görə hər çıxışımızda can sağlığı paketi əlifbamızdır deyirik. Orada yer alan bilgilər hər şeyə əhatə eləyir. Həyatda nəyisə əldə etmək üçün mütləq şəkildə ödəniş etmək lazımdır. Yəni, zaman və enerji xərcləmək lazımdır. Biz də bu bilgiləri əldə etməkdən ötürü illərlə əziyyət çəkmişik, uzun yol qət eləmişik. İndi bunu iki kəlmə ilə izah etmək olmaz. Etsək belə bunun xeyri də olmaz.
Ona görə də ilk növbədə məsləhət görürük ki, can sağlığı paketimizi əldə eləyin, pulsuz və pullu təlimlərimizə qatılın və bizi izləməyə davam eləyin. Bizə bir də əlbəttə ki, etirazlar da gəlir. Biznes qurmusunuz, əsasən paketi satmağa çalışırsınız. Elə bil ki, cəmaata hər şeyi pulsuz təqdim eləməliyik. Sanki hamı hansısa bir işi pulsuz görür, maaşsız işləyir. Biz onsuz da videolarda pulsuz şəkildə çox dəyərli bilgilər veririk. Əlbəttə ki, bunun da dəyərini bilənlər bilir. Necə deyərlər, zər qədrini zərgərlər bilir. Bundan başqa şərhlərdə də, mesajlarda da istənilən suallara cavablar verilir. Bunu bizi daimi izləyən izləyicilərimiz də təsdiqləyə bilərlər. Bundan başqa Şəkərin Sirri Tapıldı kitabını pulsuz şəkildə təqdim eləmişik. Əlbəttə ki, oradakı bilgilərə də dəyər verənlər yenə də sağlam insanlardır, sağlam düşüncəli insanlardır. Yəni, bu kitabı biz təqdim eləyəndən sonra bizə müsbət geri dönüş eləyən insanlar o insanlar oldular ki, bu kitab heç onların özlərinə lazım deyil, özləri şəkər xəstəsi də deyirlər. Amma adamların özünün sağlam olması və sağlam düşüncəli olması doğru analiz eləməyə, doğru yanaşmağa kömək eləyir. Amma bəzi həqiqətən də şəkər xəstəsi olan insanlar bu kitabı oxuyandan sonra, belə deyim, etiraz edirlər ki, əşi, bu nədir? Fəlsəfə kitabıdır, başa düşmürəm və s. və l. Əlbəttə ki, özünü və həyatı başa düşməyən xəstə olacaq. Yəni, şəkər xəstəliyi, yenə deyirəm, hansısa maddi faktorlardan çox dünya görüşü ilə, baxış bucağı ilə bağlıdır, ruha bağlıdır. Ümumiyyətlə, tibb tərəfindən birmənalı şəkildə xroniki və sağalmaz xəstəliklər qrupuna aid olan bütün xəstəliklər ruha bağlıdır. Səbəb oradadır. Siz oradakı səbəbi təyin eləmədən heç bir dərmanla, eliksirlə, nə bilim, şəfaçı ilə və s. və l-axırla onu aradan qaldıra bilməzsiniz. Etiraz edənlərin digər qismi isə trendə qoşulmaq üçün, nə bilim, çox izlənmək üçün, boş-boş danışırsınız, nə bilim, məşhur olmaq üçün sübutsuz fikirlər deyirsiniz deyə etiraz edirlər. Bunu da demək istəyirəm ki, kəşfətə düşmək həqiqətin meyarı olsaydı, ora hər cür axmaq adam düşməzdi. Bu bir. İkinci məsələ, biz faydalı olmaq üçün buradayıq. Və əlbəttə ki, heç kim tərəfindən heç vaxt deyilməyən fikirlər təqdim edirik. Və bu cür fikirlər kütlə tərəfindən narazılıqla qarşılanması normaldır. Və bunun da trendə düşməsinin əslində səbəbkarı da o qarşı çıxanlar olurlar. Bizim üçün kəşfətə düşmək, trendə düşmək önəmli deyil. Bizim üçün həqiqətən bu şeylər önəmli olsaydı, başqa tip bilgilər paylaşardıq və digərləri kimi məşhur olardıq. Bizim səhifəni izləyib özünüz də buna şahid ola bilərsiniz. Bizim üçün əsas olan kəşfətə düşmək deyil, kainatı, həqiqəti kəşf etməkdir. Özünüzü kəşf eləyin, sağlıqla qalın, salamat qalın.